Müğənni Pünhan Piriyev müsahibə zamanı Manav Ağayevə Manavcik deyə müraciət edən jurnalistin sözlərinə sərt reaksiya göstərib. Sənətçi bu müraciətin düzgün olmadığını bildirərək etirazını açıq şəkildə ifadə edib. Gör işin harasıdır ki, hara gəlib çıxıb ki, nə bilim, 50 mən tanımıram, indi jurnalisti özünə görə. Orada deyir, Manavcik, nə bilim, nə. Bəs yaxşı, sən özünə nətər sıxışdırırsan ki, əlicik sənə desinlər. Əlicik sənə desələr, sənə nətər xoş olar? Heç kişi kişiyə elə tərzə at deyər. Mənim yəni qorxum hüküm yoxdur, qurban olma Allaha. Mənə tanıyan tanıyır, bilən bilir. Yəni, əliciklər də bilməlidir ki, Manav kimi sənətkarların, Manav kimi oxuyanların arxasında da bizim kimi qardaşları var, bizim kimi dostları var. Sən Manava deyə bilmərsən Manavcik. Amma biz yığışıb, biz sənət aləmi, biz yaxınları, biz dostları yığışıb, əlicik deyib, müraciət eləyib, paylaşsaq, sənə xoş olmayacaq. Hə? Nə də mən heç kəs gətirib deməyiblər ki, bu şeyləri denəm, bu şeyləri danışıram. Mən and olsun Allaha baxıram, əsəb keçirdirəm də. Yəni o durub o TikTokda görürəm ki, əli kimdir, mən heç bilmirəm kimdir, tanımıram. Durub elənçiylə Manav haqqında danışmağı mənə xoş deyir, mənə ləzzət eləmir. And olsun Allaha. Bu canlını mən ona görə açmışam ki, hərə öz yerin bilsin, hərə geçsin öz işi ilə məşğul olsun. Sən blogersən, sən nə bilim xəbər sahibidir, hə, nə bilim sonra nə deyirlər onlara. Yəni sən jurnalistsən, sən nə işin var Manav Ağayevlə, sən ay Əli, sən nə işin var Manavla, sən nə işin var mənə, sən nə işin var o birisi ilə, sən nə işin var. Ged öz işi gör, öz işinlə məşğul ol. Bu günləri mənim canlını ona görə açıram ki, yəni istəmirəm də, yəni qıraqda elə dayanım, baxın. Elə 2-3 gündür mənim başım qarışıqdır. Dedim, canlı açacağım. Mən canlıda deyəcəm sözümü, həqiqətən də istəyirəm elə buradan səslənirəm bizim musiqiçilərimizə də, müğənnilərimizə də. Manav Ağayev bir mənə yox, digər bu sənətdə olan, istəyir yaşından çox, yaşından az insanlara dəstək olub. Hər şey çəkib paylaşmır Manav. Bəzi şeylər var ki, onu çəkib paylaşmır Manav. Amma elə şeylər var da ki, o Manav çəkib paylaşır. Amma görünməyən kadrlar var ki, siz onu bilmirsiniz, biz bilirik, görürük. Yəni, mən də dözdüm, dözə bilmədim də, həqiqətən də istədim ki, canlı açım, mən buradan sözümü deyim ki, yəni, lazım deyir də, yaraşmır, yəni bizə yaraşmır, ay Əli, ay insan, sən də Azərbaycanlısan, Manav da Azərbaycanlıdır, hər birimiz Azərbaycanlıyıq, biz bir-birimizə dəstək olmalıyıq, bir-birimizin yaxşı şeylərini çəkib paylaşaq, bir-birimizin haqqında yaxşı, müsbət şeylər danışaq. Bu günləri sən oradan durub danışırsan, Manav belə gəldi, Manav elə getdi. Manavın 63 yaşı var, sənin bəlkə də atanla yaşıddır. Sən Manava dedin, mənə dedin, Manavın yaxın belə dostuna, qardaşına dedin. Yəni, fərqi yoxdur. Sən ona deyirsənsə, o gəlir, bizə də çıxacaq, bizə də təsir eləyir. Sən eləncinə deməməlisən. Sən kim arxanda durub, sən kim dəstəkdir sənə, yəni sənə kim, nə bilim, varatarlıq deyirlər, nə deyirlər ona? İxtiyar. Hə, sən kim ixtiyarlıq verir ki, sən durub Manav haqqında elə danışırsan. Sən istəyirsən ki, Manav sən gəlsin, nəsə artıq bir hərəkət eləsin. Yəni, istəyirsiniz ki, əl-qol davasına çıxasınız ki, sən Manavı ilişdirəsən də, yəni.
Amma mən Manafa da dedim ki, yəni heç elə bir şey heç elə bir olmayıb. O nə danışır, danışsın. Heç sən ona fikir verməginənsə, tanıyan tanıyır. Sən ona heç əhəmiyyət verməginən, sən kişiliyə də, sən qeyrətinə də, sən o ürəyin böyüklüyünə də biz bəlliyik, biz bilirik sənin yanında olan bir yaxınların kimi deyirəm. Yəni elə şeyə dedim fikir verməyin. Sən yəni böyük ürəyin var, sən kişi olsan, sənətkarsan, 62 yaşın var. 50 ildir bu sənətdəsən. Yəni o şeyləri keçsinlər, necə deyirlər, üzdən iraq bəzi müğənnilər var, müğənniciklər var. O mən də ad çəkmirəm burada. O bəziləri var. Keçsinlər, onlar haqqında desinlər, onlar haqqında danışsınlar. Ağzın, üzün, burnun əyən bəzi müğənniciklər var da. Ağzın əyən, nə bilim, gözün süzdürən, nə bilim, gic-gic hərəkət eləyənlər var. Gedin onlar haqqında danışın. Gedin onlar haqqında xoşa gəlməz ifadələr səsləndirin. Mən buradan səslənirəm bizim müğənnilərimizə. Bizim müğənnilərimizə. Manafın elə, necə deyərlər, yaxın bildiyi müğənnilərə. Yaxın dost, qardaş bildiyi müğənnilərə. İstəyir yaşından asılı olmayaraq böyük olsun, balaca olsun. Biz bu günləri sosial şəbəkə görürük ki, Əli oradan Manaf haqqında yaxşı söz demir, yaxşı danışmır. Onun qarşısını kim almalıdır? Onun qarşısını bizim birliyimiz almalıdır onun qarşısını. Biz bir olmalıyıq. Biz bir-birimizə qardaş deyiriksə, bir-birimizin üzünə kişi kimi baxmalıyıq. Anlı açıq, üzü ağ. Daha bir-birimizin üzünə yalandan gülməyək. Bir-birimizə yalandan qardaş deməyək, dost deməyək. Həqiqətən yəni üzə gülüb qıraqda gedib başqa hərəkətlər edənlərdən nə bilim mən şəxsən xoş deyil, mən ləzzət eləmədim. Mən yəni əsəbləşdim, and olsun Allaha. Yalandan elə buradan səslənirəm. Manafın üzünə gülən dostlar da var da bu sənətdə. Yalandan üzünə gülürlər. Yalandan qardaş deyirlər. Amma belə yerə gələndə hərəsi çəkilib qırağa. Sabaylanlar da üzə gələndə Manaf başına dönüm. Gərək olmaydı belə şey. Olmaydı, çıxıb sən də deyirin sözü. Çıx sən də denən sözü. Nə aracaq? Əli gəlibsə asıb öldürəcək. Əli bilməlidir ki, Əli kimlər bilməlidir ki, bu günləri incə sənət elə belə yerdən gəlib çıxmayıb bu yerə. İncə sənət elə belə yerə gəlib çıxmayıb bu yerə. Onu qoruyub saxlayan var. Allah canın sağ eləsin, bizim mədəniyyət nazirimiz var, bizim necə deyərlər, gözəl ölkəmiz var, bizim necə deyərlər, ustadlarımız, xanəndələrimiz var, hamısı yəni bu günləri bu sənətdə anlayışı olanlar var, bilirlər ki, bu sənət elə belə yerə qorunub saxlanılmır. Bu sənət elə belə yerə qoruyub saxlanılmır. Yəni, qıraqdan gələn bizim bu sənətə ilişə bilməz. Bu günləri o sözü Manafa deyir, Sabaylanlar gəlib mənə deyəcək, o birisine deyəcək. Olan şey desələr, deyərsən ki, hə, olan şey. Amma olmayan şeyi durub belənçiyinə danışanda, belənçiyinə nə bilim qabardanda, şişirdəndə, yəni ləzzət alır. Axı insan
ondan nə zövq alacaq? Yəni haqqına danışmaq lazımdır. Haqqına danışmaq lazımdır. Yəni insanın bu qədər yaxşılığın yerə vurmaq olmaz. Burada bəziləri gülür. İlyas mənə hədiyyə atmadı. İlyas mənə hədiyyə atma, başına dönərəm sən.